Trigonometri funksiyalar. Bucağın radian və dərəcə ölçüsü, istənilən bucağın trigonometri funksiyaları. Qısa bir məlumat verim ki, izah olunanda dərslər başa düşülsün. Deməli, pi radian 180 dərəcə qəbul olunub. Yəni, dərəcədən başqa bucaqları radianla da ölçürlər. Radian vahid də belə qəbul olunub. Bu düsturun köməyi ilə bir xeyli düsturlar sadə şəkildə düşür bu əvəzləmədən sonra. Deməli, 180 dərəcəni pi radian qəbul edirik. Onu da buradan alınır ki, 1 radian bərabərdir 180 bölünsün pi dərəcə. Pi'nin də ədədi qiyməti 3,114. 180-ı da 3,114-ə böləndə eləyir təqribən 57 dərəcə. Və buradan da alınır ki, onda 1 radian pi bölü 180 radiandır. Yenə də 3,114-ü 180-ə böləndə təqribən 0,17 radian eləyir 1 dərəcənin qiyməti. Deməli, trigonometri funksiyaların tərifini verək. Çevrə üzərindəki nöqtənin deməli, ordinatının radiusa nisbətinə həmin nöqtəyə uyğun gələn bucağın sinusu deyilir. Nöqtənin apsisinin radiusa nisbətinə həmin nöqtəyə uyğun gələn bucağın kosinusu deyilir. Ordinatın apsisinə nisbətinə tangens deyilir, apsisin ordinatına nisbətinə kotangens deyilir. Radiusu 1, mərkəzi koordinat başlanğıcında olan çevrəyə vahid çevrə deyirlər. Vahid çevrə üzərində sinusun, kosinusun tərifi sadə şəkildə düşür. Radius 1 olduğundan. Deməli, onda vahid çevrə üzərindəki nöqtənin ordinatına həmin nöqtəyə uyğun gələn bucağın sinusu deyilir. Apsisinə isə kosinusu deyilir. Və sonra tərifdən və həndəsənin düsturlarından istifadə edib göstərir. 0 dərəcənin trigonometri funksiyaları. Bu 0 dərəcə pi alfa nöqtəsinin üzərində düşür. Bu nöqtənin apsisi 1-dir, ordinatı 0-dır. Ordinat sinusdur. Deməli, sinus 0-dır, kosinusu 1-dir. Ordinatı apsisə böləndə, yəni 0-ı 1-ə böləndə 0 eləyir. Ona görə tangens 0-dır. Apsisi ordinata böləndə 1-i 0-a bölmək olmur. Ona görə kotangens təyin olunur. Eləcə də bu oxlarla çevrənin kəsişmə nöqtələrində olan bucaqlar üçün 90, 100, 80, 270 üçün əzbərləmə ehtiyac yoxdur. Burada şəkildən görünür. Məsələn, 90 dərəcəli bucağa uyğun gələn nöqtə şəkildə B nöqtəsidir. Onun koordinatları 0, 1-dir. Deməli, onda sinus 90 dərəcə 1 eləyir ordinat. Kosinus 90 dərəcə 0 eləyir. Tangens 90 1-i 0-a böləndə alınmalıdır. Bölünmür, təyin olunmayıb. Kotangens 90-da 0-ı 1-ə böləndə 0 eləyir. Və bu qayda ilə bu cədvəl düzəlir. Hansı bucaqlar üçün? 0 üçün, 90 üçün, 180 üçün, 270 üçün. Yəni, oxlarla çevrənin kəsmə nöqtələri elə burada şəkildən götürülür. O ki, qaldı 30, 45, 60. Bunu 8-ci sinifdə həndəsi yolundan çıxarmışıq da 30 dərəcənin sinusu 2-də 1-dir. 45-i kök altda 2 bölü 2-dir. 60 da kök altda 3 bölü 2-dir. Yadda saxlamaq üçün belə olur ki, iti bucaq artdıqca bu sinusun qiyməti geri-gedə artır. Kosinusun qiyməti əksinə azalır. Tangensin qiymətləri yadda saxlamaq üçün belə ki, artır, kotangens azalır, iti bucaq üçün. Sonra rüblərdə trigonometri funksiyanın işarələri. Deməli, sinus dedik ki, nöqtənin ordinatıdır. Birinci, ikinci rübə düşən nöqtənin ordinatları müsbət olduğuna, ona görə birinci, ikinci rübə düşən bucaq üçün sinusun qiymətləri müsbət olur. Üçüncü, dördüncü bucağa düşən bucaqlar üçün sinusun qiyməti mənfi olur. Kosinus nöqtənin apsisidir. Y oxunun sağ tərəfində apsislər müsbət olur. Ona görə birinci, dördüncü rübdə kosinusun qiyməti müsbət olur. 2-yə, 3-ə düşən bucaqlar üçün kosinusun qiyməti mənfi olur. Tangensdən kotangens biri y bölü x, o birisi x bölü y-dir. Yəni, y ilə x eyni işarə olanda bunlar müsbət olur. Əks işarə olanda mənfi olur. Birinci, üçüncü rübdəki nöqtənin koordinatları eyni işarəli olur. Birinci rübdə apsis isə müsbətli ordinatdır. Üçüncü rübdə apsis isə mənfili ordinatdır. Böləndə ona görə müsbət eləyir. 1-3-də, 2-4-də mənfi eləyir. Bu dönmə bucağı da deyəndə nə başa düşülür buradan? Bu P0 nöqtəsi, bu o P0 deyək ki, şüası sadə qərbinin hərəkəti istiqamətinə dönür, P alfa vəziyyətini alır. Burada alınan P alfa, o P0 bucağına alfa bucağı deyilir. P0. Buna alfa bucağı deyilir. Dönmə bucağı belə müəyyən olunur. Əgər P0 nöqtəsi bir dəfə tam dönsə, deyirlər 360 dərəcə döndü, sadə əqrəbin əksinə. Sadə əqrəbin istiqamətinə dönəndə isə mənfi adlanır. Bir dəfə dönəndə deməli P0 360 dönür.
dərəcə dönür. 2 dəfə tam dönəndə 720 gedir sonsuzluğa. Əksinə də gedir mənfi sonsuzluğa. Deməli, adi həndəsədən bildiyimiz bucaqdan fərqli olaraq bu dönmə bucağının qiyməti mənfi sonsuzluq, müsbət sonsuzluq arasında dəyişir. Bu 360 dərəcəyə də tam bucaq deyirlər. Bucaq tam bucaq qədər dəyişdikdə trigonometri funksiyaların qiyməti ona görə dəyişmir. Yəni P alfadakı qiymətlə P alfa üstə gəl 360 vur n. N də tam ədəddir. Bu nöqtələr üst-üstə düşürlər çevrə üzərində. P alfa nöqtəsinə uyğun gələn alfa bucağına uyğun gələn nöqtə ilə alfa üstə gəl 360 vur n. N də tam ədəddir. O bucağa uyğun gələn nöqtə çevrə üzərində eyni yerə düşdüyünə görə trigonometri funksiyanın da qiyməti dəyişmir. Keçək misalların əlinə. 40 dərəcəli bucağın radian ölçüsü. 40 dərəcə. Dedik ki, 1 dərəcəmiz 180 dərəcə böl pi radiandır. Radian sözü yazılmır. Bucaq vahidi kimi istifadə olunanda onda radian sözü yazılmır. Yazılmayanda biləcək ki, o radian deməkdir. Dərəcə qoyulur, radian qoyulmur. Deməli, 1 dərəcəmiz pi böl 180 radiandır. İxtisar gedir, edir 9'a 2 pi. A bəndi. İkinci. Radian ölçüsü pi böl 5 olan dərəcə ölçüsünü tapın. Dərəcə ölçüsünü tapmaq üçün deməli, bir radianımız olur 180 dərəcə böl pi. Bu da edir 36 edir 36 dərəcə. Və yaxud elə pi radian özü 180 dərəcə olduğundan pini yenə 180 yazıb 5'ə bölərik 36 ilə. Hər ikisi mümkündür. A bəndi. Üçüncü. 3 sinus pi çıxmaq 4 kosinus pi üstə gəl 2 tangens pi böl 4. Sinus pi'nin qiyməti 0, kosinus pi'nin qiyməti mənfi 1, tangens pi böl 4'ün qiyməti 1. Bu da elədi 6. A bəndi. Dördüncü. Beş kosinus 3 pi böl 2 çıxmaq 2 sinus 3 pi böl 2 üstə gəl 3 kotangens pi böl 4 bərabərdir. Deməli, yaddan çıxanda bax, çevrə çəkirik belə. Koordinat oxlarını çəkirik. 3 pi böl 2 bucağı hara düşür? 3 pi böl 2 bucağı. P0 nöqtəsi buradan dönür. Sadə əqrəbin istiqamətinə gəlir. 3 pi böl 2 bucağı gəlir bura düşür. Deyək ki, məsəl üçün A, B, C nöqtəsi olsun bu. C nöqtəsinin vahid çevrədir bu. Koordinatları eləyir 0, mənfi 1. 0, mənfi 1. Birinci yerdə yazılan kosinusun qiymətidir. İkinci yerdə yazılan sinusun qiymətidir. Deməli, onda 5, kosinus 3 pi böl 2 0 eləyir. Sinus 3 pi böl 2 mənfi 1 eləyir. Kotangens pi böl 4'də bu da 45 dərəcənin qiymətidir. Kotangens 45 dərəcədə 1'dir. Bunu 8-ci sinifdən bilirik, əzbərləmişik. Təzə olan bu pi'lərdir. Bunlar da çevrə üzərində rahatlıqla görünür. Elədir 3. Cavab 3. D bəndi. Deməli, neçədir bunun nömrəsi? 4. Mənfi 2'ni mənfi 1'ə vuranda 2 eləyir. Üstə də üçgəndə burada 5 eləyir. C bəndi.
5-ci. Beşinci. Sinüs 60 dərəcə, üstə gəlmək kosinus 30 dərəcə. Vurmaq tangens 60 dərəcə. Sinüs 60-ın qiyməti kök altında 3 bölü 2. Kosinus 30-un qiyməti. Deməli, kosinus 30 da kök altında 3 bölü 2. Tangens 60 da kök altında 3. Bu deyilir, deməli, toplayanda kök altında 3 vurur kök altında 3. Bu deyilir 3. Bunları necə yadda saxlayarıq? Çünki bu bucaqların bilinməsi vacibdir. Bunlar bilinməyəndə heç bir əmsal eləmək olmur. Bu olsun 30 dərəcə. Onda bu olur 60 dərəcə. 30 dərəcəli bucağın qarşısındakı katetə 1 düşür, hipotenuz 2 olur. Pifaqor teoreminə görə bu da kök altında 3 olur. Yəni bu üç bucağa baxırıq və düz bucaqlı üç bucaqda da tərif vermişdik də, belə vermişdik ki, bu iki bucağın qarşısındakı katetin hipotenusa nisbətinə sinus deyilir. Sinus 60-ın qiymətini tapanda 60-ın qarşısındakı katet kök altında 3-dür, bölürük 2 eləyir, kök altında 3 bölü 2. Kosinus 30, kosinusda nə tərif vermişik? Bitişik katetin hipotenusa nisbəti. Bitişik kök altında 3 bölü 2 eləyir o da. 30-a bitişən katet kök altında 3-dür. Tangensin tərifi isə qarşıdakı katetin bitişik kateti. Kök altında 3-ü 1-ə bölürük, eləyir kök altında 3. Kök altında 3-ü kök altında 3-ə vurduq, elədi 3. C bəndi. 6. X pi bölü 4 olduqda funksiyanın qiymətini tapın. Deməli, x-in yerinə pi bölü 4 yazaq. Kosinus. 2-ni pi bölü 4'ə vuranda ixtisar gedir pi bölü 2. 4'ü pi bölü 4'ə vuranda pi. Tangens pi bölü 4. Kosinus pi bölü 2'nin qiyməti 0. Sinüs pi'nin qiyməti 0. Tangens pi bölü 4'ün qiyməti 1. Bu da bərabərdir mənfi 1. 7. Mənfi 1 B bəndi. 7. Deməli, funksiyanın pi bölü 6'da qiyməti. X'in yerinə pi bölü 6 yazırıq. Kosinus 2'ni pi bölü 6'ya vuranda pi bölü 3. 3'ü pi bölü 6'ya vuranda ixtisar gedir. 6 ilə 3 ixtisar gedir pi bölü 2. Tangens 6'nı pi bölü 6'ya vuranda 6'lar gedir pi qalır. Kosinus pi bölü 3 kök altda 60 dərəcədə kosinus 60'da qiyməti 2'də 1. Sinüs pi bölü 2'də 1. Tangens pi'də 0. Deməli, o qiymətləri əzbərdən bilmək lazımdır da. O pi'dir, pi bölü 2'dir, 3 pi bölü 2'dir. Çevrəli gözünüzü qabağına gətirsin kifayətdir. O da qaydasını dedimdən ətər yadda saxlayın. Mən onları hər dəfə izah eləməyəcəm. Mənfi 2'də 1 C bəndi elədi. Mənfi 0 onda 5'dir. 8-ci. ABC bucağında C 90 dərəcə olarsa sinüs alfa kosinus alfasını tapın. Sinusun tərifini demişik. Kosinusun da tərifi. Sinüs alfa düz bucaqlı üç bucaqda qarşı katetin hipotenusa nisbətidir. Kosinus alfa bitişik katetin hipotenusa nisbətidir. Belə də AB bölü C kvadrat. B bəndi. 9. Ədədlərin işarəsini müəyyən edin. A bərabərdir kosinus 243 dərəcə. 243 dərəcə düşür. Neçənci rübə düşür 243 dərəcə? Deməli, həmişə bax dönən nöqtə P0'dır. Bu dönür.
Sağa dəqiqəmin hərəkətinə 243 gəlir düşür bura 3-cü rübə. 3-cü rüb kosinusda nöqtənin nə idi? Nöqtənin apsisidir. Apsisi də mənfidir. Deməli, bu mənfi ədəddir. 3-cü rübdə kosinus 1-də 2-də müsbət olur, 3-də 4-də mənfi olur. Kosinus 350. 350 dərəcə 4-cü rübə düşür. 4-cü rübdə kosinus müsbətdir. Müsbətdir. 4-cü rübə bura düşür. Bu P0 nöqtəsi buradan hərəkət edir. Sağ dəqiqəmin əksinə gəlir düşür bura 4-cü. P 350 dərəcə. 4-cü rübdə nöqtənin də apsisi müsbət olduğuna görə kosinus müsbətdir. A mənfi B müsbət. A mənfi B müsbət. Y bəndindədir. Onuncu. İfadənin qiymətini hesablayın. 2 kosinus pi bölü 6, 2 sinus pi bölü 6 bərabərdir. 2 kosinus pi bölü 6'nın qiyməti kök altda 3 bölü 2, sinusun qiyməti 2'də 1. Elədir kök altda 3 minus 1. B bəndi. On bir. İki sinus pi bölü 6 üstə gəl kosinus 2 vur pi bölü 6. 2 vur sinus pi bölü 6'nın qiyməti 2'də 1'dir. 2 ilə burada 6 ixtisar getdi. Kosinus pi bölü 3. 1 üstə gəl 2'də 1. Bu deyil 1 tam 2'də 1. Y bəndi. Misalı köçürmürəm. Qiymətləri yazaq yerinə. Sinus pi bölü 6'nın qiyməti 2'də 1. Kosinus 2pi'nin qiyməti. 2pi'nin qiyməti gəlir. Birinci rübə x oxunun sağ tərəfinə düşürdü o. Kosinus apsis 1 eləyir. Üstə gəl 3'də 1. Kosinus pi bölü 6'nın qiyməti kök altda 3 bölü 2'dir. Həmin qiyməti kvadrata qaldıracaq. Üstə gəlmək 4 sinus 3'də 2 pi mənfi 1'dir. Tangens pi bölü 4 1'dir. Sinus pi de 0'dır. İkidə 1 üstə gəl 2. Üstə gəl 3'də 1 vurulsun 4'də 3. Çıxmaq 4. Çıxmaq 1. Üstə gəlmək 0. 3'lər getdi. 2'nin üstə 2'də 1 gəldikdə 2 tam 2'də 1. Üstə gəl 4'də 1. Mənfi 5. 2 tam 2'də 1 üstə 4'də 1 gəldikdə 2 tam 4'də 3. Çıxmaq 5. Bu deyilir mənfi 2 tam 4'də 1. Deməli burada 3'də 1 vur kotangens kvadrat pi bölü 6'dır. Ben burada 3'də 1 kosinus kvadrat pi bölü 6 bunu görmüşəm. Ona göre kotangensin qiyməti, kosisin qiyməti yazmışdım. Bir kök altda 3 bölü 2. Kotangensin pi bölü 6'da qiyməti kök altda 3'dür. Onu sildim, düzəltdim. Cavab elədi mənfi 2 tam 5. Bu da elədi Y bəndi. 12. Sinus pi bölü 6 qiyməti 2'də 1'dir. Üstə gəl 2 kosinus 2 pi qiyməti 1'dir kosinus 2 pi'nin. 3'də 1. Kotangens kvadrat pi bölü 6. Kotangens kök alt pi bölü 6'da kök altda 3'dür. O da onun kvadratı. Çıxmaq 4 sinus 3 pi bölü 2 mənfi 1'dir. Burada plus. Çıxmaq tangens pi bölü 4 1'dir.
Sinus pi də 0-dır. 2'də 1, 2. Elədi 2 tam 2'də 1. Kök altda 3'ün kvadratı 3. 3'lər getdi 1. Mənfi 4, mənfi 1. Bu da 0. Oldu deməli 3 tam 2'də 1 çıxmaq 5. Bu deyilir mənfi 1 tam onda 5. C bəndi. Bayaq elə bil 12'ni yazmışdım. Y bəndə almışdım cavab. Ona göre tezden yazdım. Y eləmir. C eləyir bunun cavabı. On üç. Deməli sinus kvadrat pi bölü 6. Sinus pi bölü 6'nın qiyməti 2'də 1'dir. Kos pi bölü 3'ün qiyməti 2'də 1'dir. Sinus pi bölü 4'ün qiyməti kök altda 2 bölü 2'dir. Tangens pi bölü 3'ün qiyməti kök altda 3'dür. Kotangens pi bölü 6'nın qiyməti kök altda 3'dür. 4'də 1, 4'də 1, 4'də 2, buna da getdi. Bu da elədi 1. On dört. Kosinus alpan yerine mənfi pi bölü 3 yazırıq. Mənfi pi bölü 3. Tangens mənfi pi bölü 3. Kosinus cüt funksiyadır. Bu olur kos pi bölü 3. Tangens tək funksiyadır. Olur mənfi tangens pi bölü 3. Kos pi bölü 3'ün qiyməti 2'də 1'dir. Tangens pi bölü 3'ün qiyməti kök altda 3'dür. Mənfi kök altda 3 bölü 2. 15. Alfanın yerine mənfi pi bölü 4 yazırıq. Kotangens mənfi pi bölü 4. Sinus tək funksiyadır, mənfi çıxdı qabağa. Kotangens tək funksiyadır, mənfi çıxdı qabağa. Sinus pi bölü 4'ün qiyməti kök altda 2 bölü 2. Kotangensin qiyməti 1. D bəndi. Mənfi 75 dərəcəni radianla ifadə edin. Bir dərəcəmiz pi bölü 180 radiandır. 15'e ixtisar geçsə, 15'e orada 5 eləyəcək. Mənfi 5 pi, bu da 12. C bəndi. 17. İfadelerden hansının qiyməti müsbətdir? Deməli, o birincisi ki var, orada yazılıb kosinus 1. 1 radian demək, dərəcə qoymayıb. Radianın da təqribi qiyməti bilirik ki, 57 dərəcədir. 57 dərəcə düşür birinci rübə. Birinci rübdə bütün trigonometri funksiyalar müsbətdir. O cümlədən kosinus da müsbətdir. İkinci. 154 derece ikinci rübə düşür. Kosinus mənfidir orada. Üçüncü. 4 radiandır bu. 4 radian. 4 radianı dərəcəyə keçəndə 4'ü 57'ye vuracaq. 228 derece eləyəcək. 228 derece üçüncü rübə düşür. Üçüncü rübdə kosinus mənfidir. Dördüncü. 900 derece. Deməli, tam bucaq 360'dır. Ona göre 960'ı bölü 360'a 2 dəfə eləyir, gedir düşür 180'in üstünə. Deməli, onda kosinus 900 dərəcənin qiyməti ilə kosinus 180 dərəcənin qiyməti eynidir.
Bu deyilir -1. Sonra 5-ci 259 dərəcə. 259 dərəcə neçənci rübə düşür? 3-cü rübə düşür. 3-cü rübə qoysun mənfidir. Müsbət, onda bir də nə oldu burada müsbət? Bir də birinci oldu da. Yalnız 1. Yebəndi. 18. Sinüs alfa bərabərdir. Kök altda 3/2. Alfada verib birinci rübə düşür. Birinci rübdə sinusu kök altda 3/2-yə bərabərləyən bucaq 60 dərəcədir. Yəni pi bölü 3 radiandır. Bizdən soruşur kosinus pi bölü 6 üstəgəl alfa. Alfanın yerinə pi bölü 3 yazırıq. Bunları toplayan deyilir kos pi bölü 2. Kos pi bölü 2'nin də qiyməti neçədir? 0'dır. Hardan bilirik? Gələ hərdən birdən qeyd edeyim də. Kos pi bölü 2. Deməli, pi bölü 2 bucağı bura düşür. Pi bölü 2'nə uyğun gələn bucağa uyğun gələn nöqtə bura düşür. Yəni bu P0 nöqtəsi dönür 90 dərəcə gəlir düşür bura. Həmin bu nöqtənin koordinatları 0, 1'dir. Birinci yerdə yazılan kosisun qiymətidir. İkinci yerdən sinusun. Yəni kosinus 90 dərəcə 0'dır, sinus 90 dərəcə 1'dir. Elədir 0. 18'də. Deməli. 19. Deməli, j fx funksiyasını tapaq. Mürəkkəb funksiyadır. J funksiyasında x'in yerinə fx yazırıq. Fx də pi bölü 3'dür. Plus 1. Kos pi bölü 3 qiyməti neçə eləyir? 2'də 1. Üstə də 1 gələndə 2'də 3. A bəndi. 20. Hansı ifadənin qiyməti mənfidir? Rüblərdə trigonometri funksiyaların işarəsini bilirik. Məsəl üçün bilirik ki, kosinus birinci, dördüncü rübdə müsbətdir. 2'də 3'də mənfidir. 145 dərəcə 3-cü rübə düşür. 2-ci rübə düşür. 145. 2-ci rübdə kosinus mənfidir. 125. 2-ci rübə düşür. Tangesi 2-ci rübdə mənfidir. Mənfini mənfiyə vuranda elədir müsbət. B bəndi. Sinus 135 dərəcə müsbətdir. 135 1'dədir. Sinus 1 ilə 2'də müsbət olur. 195 dərəcə 3'dədir. Tangesi isə müsbətdir. 3-cü rübdə. Bu da elədir müsbət. C bəndi. 280 dərəcə 4-cü rübə düşür. 4-cü rübdə tangens mənfidir. 300 dərəcə 4-cü rübə düşür. Kosinus müsbətdir 4-cü rübdə. Bu elədir mənfi. 280 neçəyə düşür? 3'ə düşür. 3'də 280 4-cü rübə düşür də. Bucaqlar deməli belədir də. 0 dərəcəyə uyğun gələn bucaq, sonra 90 dərəcə, 180 dərəcə, 270 dərəcə. Təzədən dönəndə bura gəlir 360 dərəcə. Deməli, C bəndinə baxırdı o da. Nömrə 20-də C bəndinə. 280 və 270-dən sağdadır, 360-dan solda. 4-cü rübdə. 4-cü rübdə deməli tangens mənfidir. 304-cü rübdə kosinus müsbətdir orada. Mənfi elədi bu. Bizə mənfini axtarırdı o da. C bəndində onda cavab 21. 20'dir bu. Hansı ifadənin qiyməti müsbətdir? A bəndinə baxaq. 115 dərəcə 2-ci rübdə sinus müsbətdir. 115 dərəcə 2-ci rübdə kosinus mənfidir.
Müsbəti mənfiyə vuranda elədi mənfi. B bəndi. 210 dərəcə 3-cü rübə düşür. Kosinus mənfidir. Sinus 310 dərəcə 4-cü rübə düşür. Sinus mənfidir. Vuranda eləyir müsbət. B bəndi. 22. Bərabər yanlı üç buzağın otacağı pişik buzağı beta buzağı üçün kosinus beta kök altı 3 bölü 2'dir. Kosinus kök altı 3 bölü 2'ye iti buzaq üçün 30 dərəcədir. Deməli, bərabər yanlı üç buzaq verib, otacağı pişik buzağını verib 30 dərəcə. Hər ikisi 30 olurdu, onda bərabər yanlı olduğundan. Təpə buzağını soruşur. 180'dan çıxarım 2'dən 30. Eləyər 120 dərəcə. C bəndi. Bərabər yanlı üç buzağın beta təpə bucağı üçün tangens beta kök altı 3 bölü 1 bölü kök altı 3'dür. Tangens beta 1 bölü kök altı 3'dür. 1 bölü kök altı 3 elə kök altı 3 bölü 3'dür. Beta da bərabər olur 30 dərəcə. Təpə bucağı 30'dursa, otacağı pişik buzağını tapanda 180'dan 30'u çıxıb 2'yə bölərik. Eləyər 152'yə bəndə 75 dərəcə. Y bəndi. 75 Y4 deyil. Y24. Kəsir xətti 2 vurulsun kotangens pi bölü 4 1'dir kotangens. Kosinus pi mənfi 1'dir. Tangens pi bölü 3 kök altı 3'dir. Kotangens 3 pi bölü 2. Kotangens 3 pi bölü 2 eləyər 0. Deməli, kosinusu sinusa bölülükdə kosinusun qiyməti 0, sinusun qiyməti 0. Sinus pi bölü 3 kök altı 3 bölü 2. Surət elədi 3. Kök altı 3 bölü 2'ye vuranda eləyir 2'də 3. Böləndə eləyir 2. 24 elədi 2. İki vur tangens pi bölü 4. Tangens pi bölü 4 1'dir. Sinus 1,5 pi mənfi 1'dir. 270 dərəcədə bu. Kotangens pi bölü 3. Yəni kotangens 60 dərəcə. Kök altı 3 böl 3'dir. Tangens 2 pi 0'dır. Kosinus pi bölü 6. Kök altı 3 bölü 2'dir. 3. 2'də 1. Bu da elədi 6. B bəndi. A'nın hansı qiymətində A kvadrat 25 vurulsun sinus 3 vurulsun kosinus 1 vurulsun tangens 4. Tangens 4 ifadəsinin qiyməti mənfi olar. Sinus 3 radian bu. 3 radian 3'ü 57'ye vuranda 171 dərəcə eləyir. İkinci rübə düşür. Bu müsbətdir. 1 radian 57 dərəcəyə birinci rübə düşür. Bu da müsbətdir. Koysunuz. 4 radian 4'də 57 228 dərəcə eləyir. Üçüncü rübdə. Üçüncü rübdə tangens müsbətdir. 3 vurul müsbət qaldı birinci vurul. Bizə nə deyir ki? İfadənin qiyməti mənfi olsun. Onda görə bu 2 var. Görə bu mənfi olsun. Birinci vuruq. Kiçik 0 olmalıdır bu.
Yəni A kvadrat 25-dən kiçik olmalıdır. Kvadratı 25-dən kiçik olan ədədlər -5 ilə 5-in arasına düşür. Nə soruşur? A-nın hansı qiymətində? Cavab A bəndi. 27. 9 çıx A kvadrat sinus 1 kosinus 4 kotangens 3. Sinus 1 radian müsbət, kosinus 4, 4 radian 228 dərəcə eləyir, 457. 3-cü rübdür, mənfidir. Kotangens 3, 3 radian 357, 171 dərəcə, 2-ci rübdür, kotangens mənfidir. Bizə nə deyir ki, burada 27-də? Qiyməti müsbət olsun. Qiymətin müsbət olması üçün gələ 9A kvadrat burada müsbət olsun. 2 də vuraq çünki mənfidir. 9A kvadrat müsbət olmalıdır. Buradan alınır ki, A kvadrat kiçik 9-dan. Kvadratı 9-dan kiçik olan ədədlər -3, müsbət 3 arasına yığışıb. Cavab C bəndi. 28. Kotangens x'i deyir tap. Üç cos x plus 5 sinus x 2 sinus x plus kosinus x bərabərdir 2 kotangens x'i soruşur. Bunun bir neçə yolu var. Sadə yollar da var, mürəkkəb yollar da. Mən sadə yolların birini eləyəcəm. Məxrəcdən qutaraq. Elir 4 sinus x, 2 cos x. Buradan alınır ki 3 cos x çıx 2 cos x bərabərdir 4 sinus x çıx 5 sinus x. Cos x bərabərdir mənfi sinus x. Hər tərəfi sinus x-a bölsük. Alınır cos x bölü sinus x bərabərdir mənfi 1. Cos x bölü sinus x-də kotangens x-də. Kotangens x oldu mənfi 1. İndi qarşımıza çıxacaq bir gədə. Mən onda başqa cür eləyərəm onda. Y bəndi. 29 da həmin misaldandır. Tangens x-i soruşur. İndi bunu başqa cür eləyək. Kəsirin əsas xassəsinə görə kəsin sürət məxrəcini sıfırdan paylayada bölündə kəsin qiyməti dəyişməz. Cos x-ə bölək. Yoxlamaq olar da cos x burada sıfır ola bilməz. Cos x sıfır olsa sinus x plus minus 1 olur. Verilən bərabərlik ödənmir də. Bölək cos x-ə. Cos x-ə böləndə sinusu cos x-ə böləndə tangens eləyir. Cos'u cos x-ə böləndə 1. Burada da bu 1. Burada tangens x elədi. Bərabərdir 10. Məxrəcdən qutaraq 2 tangens x plus 1 bərabərdir 10 çıxmaq 10 tangens x. Buradan alınır 12 tangens x bərabər 9. Tangens x bərabərdir 12-də 9. Bu da 3-ə ixtisar edir 4-də 3. Y bəndi. 30. Alfa birinci rübdədir. Cos isə kök altda 3 bölü 2-dir. Cosuz birinci rübdə kök altda 3 bölü 2-yə nə vaxt bərabər olur? Pi böl 6-da. Pi böl 6-da kök altda 3 bölü 2-dir. Alfa tapdıq pi böl 6. Kotangens pi böl 6 üstə gəlir pi böl 6. Elir kotangens
pi böl 3. Kotangens pi böl 3'ün də qiyməti kök altı 3 böl 3. Bunu 1 böl kök altı 3 də yazmaq olar. Cevənd. 31. Alfa 130 dərəcə, beta 140 dərəcə. Deməli, A sinüs 130-a bərabərdir. B kos 140-a, C tangens 25-ə. Bir ifadəni sadələşdirin. Modulun xassəsinə aiddir də bu. Kökün xassəsinə görə eləyir modulda B minus A. Hələlik bunları da yazaq, sonra birdən hesablayarıq. Deməli, B kosinus 140'dir, A sinüs 130. Bu B2 var, B mənfi ədəddir. İkinci rübdətdə kosinus mənfidir. Aşağıda yazım da onda A sinüs 130'dur. Bu nə cür ədəd olacaq? Müsbət, ikinci rübdə. B ikinci rübdə mənfidir. C birinci rübdə müsbətdir. Bu işarələri belədir. İndi baxaq modulun daxilinə. B mənfidir, A müsbətdir. Onda bu mənfi olacaq modulun içərisində. Mənfinin də modulu əksi olacaq. A minus B. Sonra keçək ikinciyə A plus C-yə. A müsbət, C müsbət. Toplayanda müsbət eləyəcək, modulu özü olacaq. Keçək üçüncüsünə. B mənfidir, C müsbətdir. Onda bu modulun içərisində olacaq mənfi. Mənfi əksi olacaq burada. Əksi yəni C minus B. Deməli oldu 2A minus B plus C minus C plus B. B'lər getdi. C'lər də getdi. Qaldı 2A. Bəli. Bir nöqtə vahid çevrə üzərində olarsa emin mümkün qiymətlərini tapın. Vahid çevrə mərkəzi koordinat başlanğıcında radiusu 1 olan çevrəyə deyirlər və tənliyi də belə olur. X kvadrat plus y kvadrat bərabərdir 1. Yazaq burada yerinə. Mənfi kök altı 3 böl 2'nin kvadratı eləyir 4'də 3. Üstə gəl m kvadrat bərabərdir 1. Buradan alınır m kvadrat bərabərdir 1 çıx 4'də 3. O da eləyir 4'də 1. Kvadratı 4'də 1 olan ədəd plus minus 2'də 1'dir. Cavab D bəndi. 33. ABC üçbucağında bucaq A 3 pi böl 5, bucaq B çıx bucaq C 246, 24'də olacaq, bucaq B'nin radian ölçüsünü tapın. Deməli, bucaq B çıx bucaq C'ni verib 24 dərəcə. Bucaq A bu 3 pi böl 5 niyə bərabərdir? 3 pi böl 5. Dərəcə ilə hesablayaq, axırda radiana keçərik. 3 pi böl 5. 180'ı 5'ə böləndə bu pi 180 dərəcədir. 36, 36'nın da 3'ə böləndə 108 dərəcə eləyir. Bucaq A 108 isə onda B ilə C'nin cəmi 3 bucaqda olacaq. 180'dan 108 çıxacaq. 72. O bucaq B çıx bucaq C 24'dir. Bucaq B üstə gəl bucaq C 72. Bu bərabərləri alt-alta toplasaq. Alarıq 2 bucaq B, C'lər gedər. Eləyər 96 dərəcə. Buradan bucaq B'ni tapanda 96'nı 2'yə bölür 48 dərəcə. Bucaq B oldu 48 dərəcə. 48 dərəcədən radiana keçmək üçün bir dərəcəmiz neçə radiandır? Bir dərəcəmiz. Bir dərəcəmiz 180 bölün pi bölmək 180 radian. Dərəcə radiandan kiçikdir də. 16'ya neçəyə gedir ixtisarla? 48 180. 4'ə 3'ə 12'yə gedirlər. 12'yə gedəndə bu 4 olur. 180 12'yə gedəndə 15 olur. 15'də 4 pi. D bəndi.
34. ABCD kvadratı 9 kongruent kvadrata bölünmüştür. Sinüs alfa kotangens beta hasılını tapın. Sinüs alfa vur kotangens beta. Deməli, baxaq burada bir də üçbucağa. 9 yerə bölünübsə, 9 vahiddir bura. Burada vahid, burada vahid. 2 sinüs üçün bizə nə lazımdır? Sinüs üçün hipotenusa lazımdır. Katetin biri 1'dir, biri 2'dir. Pifagor teoremindən istifadə eləsək, Pifagor teoremindən istifadə eləsək, nətər olacaq o hipotenusu tapanda? 2'nin kvadratının üstündən 1'in kvadratını gələcək. Eləcək 5. Deməli, bu hipotenus oldu kök altda 5. Sinusun tərifi qarşıdakı katetin hipotenusa nisbəti. 1 böl kök altda 5. Sonra kotangens beta. Kotangens beta. Kotangens üçün başqa üçbucağa keçək. İştiqlədim burada. Görünür. Kotangens beta bərabərdir bitişik katetin digər kateti. Bu bitişik katet, digər katet yaxşı alınmayacaq bu. Çünki hissədir axı bu. O nə bilərik biz. O üçün belə bir də iş görəyik. Bax, beta bucağı həm də burada bu da betadır. Bu da betadır. Burada güya tamdır. Burada da tamdır ki. Bu da tamdır. Bu da tamdır. Burada da vecə gəlməz. Başqa yerə keçmək lazımdır. Sonra beta harda var bir daha? Alfa ilə də betanın cəmi nə qədərdir görək burada. Bilinəcək, bilinməyəcək. Beta ilə bu bucaq 90'dır. Alfa ilə də bu bucaq 90'dır. Yaxşısı bu arada bir sürü hansı üç bucaqdır yaxşısı. Yaxşısı bax n k üç bucağıdır. Niyə? Daxili çarpaz bucaq olunan burada betadır. Kotangens beta da bərabər olur bitişik katetin yanın 1'in digər kateti. Burada 3'dür. 3'ə nisbət. 1'in 3'ə nisbət. Kotangens beta bərabərdir bitişik katetin digər katetə nisbət. Deməli, elədi onda 1 bölmə 3 kök altda 5. Adətən misalların cavabını saxlayanda çox vaxtı çalışırlar məxrəcə kök qalmasın. O adilər məxrəcin irrasionaldan azad edilməsi. Kəsin surət məxrəcin kök altda 5'ə vursuq. Kök altda 5 bu deyilir 15. Ancaq bəzən məxrəci kökdə saxlayırlar məxrəcə kök. Bəzən olur da, ancaq əsasən eləyirlər ki, məxrəcə kök qalmasın. Kök altda 5 böl 15. Kök altda 5 böl 15. Deməli, bu bucaq da alfa bucaqdır da, alfadır, buna bərabərdir. Çünki uyğun tərəfləri paylı olan bucaqlardır. Sinüs alfanı bu böyük bucaqdan tapmaq lazımdır. Deyək, KTP'dən. KTP'dən. Çünki bu balaca üçbucaq yarımçıqdır axı. KTP'də də sinüs qarşıdakı katetin, bu TK eləyir də, bu 2'dir. Onun hipotenusa nisbəti. Burada deməli 2 böl kök altda 5'dir. 2 böl kök altda 5, 2 böl kök altda 5 vur 15. Bu deyilir B bəndi. 35. Funksiyanın pi böl 4'də qiymətini soruşur. X'in yerinə pi böl 4 yazacaq. Olacaq kosinus 6 vurulsun pi böl 4. Sinus 3 vurulsun pi böl 4. Kosinus ixtisar gedir 2'də 3 pi. Sinus 4'də 3 pi. Kosinus 2'də 3 pi. Kosinus 2'də 3 pi 0'dır. Sinus 4'də 3 pi də qiymətin bilməsi olar. 0'ı ancaq 0 olmasında bir də 0,4'də 135 dərəcədə sinus 0,4. Deməli, eləyir 0.
D bəndi. 36. 3 sinüs alfa çıxmaq 2 kosinüs alfa. 3 vur sinüs alfa. Sinüs alfa nöqtənin deməli nə idi? Nöqtənin ordinatını radiusa bölürük. Ordinat budur 3'dir ordinat. Apsissi bu 3. Ordinatı 5 verib. Ordinat 5'dir. Apsisi 3'dir. Onda Pifagor teoreminə görə hipotenuzu tapa bilərik. 5'in kvadratına 3'ün kvadratını çıxırıq. Üstə gəlirik. Yirmi beş, 9, 34. Burada 5 çevirən radiusda verilib ha. 5 çevirən radiusdur. Bura 5'dir. Katetin biri 3 ise onda o biri katette 4 olur. Pifagor teoremine göre 5'in kvadratına 3'ün kvadratını çıxırıq, verir 4. Sinüs alfa da bərabərdir nöqtənin ordinatının radiusa nisbətinə 4'ün 5'e nisbəti. Minus 2 vursun kosinüs nöqtənin apsisinin yəni 3'ün radiusa nisbəti. 5'də 12 çıxmaq 5'də 6. Eləyir 5'də 6, bu da eləyir 1/2. ABCD kvadratı 25 bərabər kvadrata bölünür. Deməli, bu damaların biri 1'dir. YAD bucağı alfa, ADY bucağı beta olarsa, tangens alfa üstəgəl kosinüs betanı tapın. Y nöqtəsindən belə perpendikular indirdik aşağı. Bura deyək C. Deməli, bizdən soruşur tangens alfa üstəgəl kosinüs beta. Tangensin tərifi deməli, qarşıdakı katetin bitişik katetə nisbəti. Kosinüsün tərifi bitişik katetin hipotenusa nisbəti. BC'nin uzunluğu 4'dür. Şəkildən görünür. 4 damadır orada. AC'də 2 damadır. 4/2. DC 3 damadır. 3. DY bura 3'dür. Bura 4'dür. Pifagor teoreminə görə tapsıq 5 olacaq. 3'ün kvadratı üstəgəl 4'ün kvadratı. Kök alacaq. Bu da 5 oldu. Elədi 2/6. Dairəvi yolda A nöqtəsindən saat əqrəbinin əksi istiqamətinə hərəkət etə başlayan avtomobil 5π/2 bucaq qədər hərəkət etdikdən sonra müəyyən qədər fasilə verdi. Qaldığı nöqtədən yenə eyni istiqamətdə 13π/4 radianlıq bucaq qədər hərəkət edərək B nöqtəsində dayanır. B nöqtəsində dayanır. AOB bucağının ən kiçik qiymətini tap. Toplayaq bunları. 4'ü 2'ye böldü 2, 10 pi 13, 26 pi. Bu deyilir 13π/2. 13π'ni 2'ye böləndə 6 pi plus pi/2 eləyir. Nə deməkdir bu? 6pi 2pi'nin 2pi'də çevirət də tam bucaqdır. 3 mislidir. Yəni 6pi. 3 dəfə çevirəndə tam fırlanır bu. 3 dəfə dövr eləyir. Axırıncı dəfə gedir. A'dan gəlir pi/2'nin üstündə dayanır. Bax burada. B bura düşür. B. Onda bu AOB bucağı da pi/2 eləyir də. Deməli, bu gedir düşür pi/2'nin üstünə.
bu buzağın üstü. 3 vur 2 pi A'nın üzerine düşür də təzədən. 3 dəfə tam dövr eləyəndən sonra. Burada 10 pi son 3 pi gələndə 23 pi eləyir. 4'te 23 pi. 23 pi'ni 4'e böləndə 5 pi üstə gəl 4'te 3 pi. 5 pi üstə gəl 4'te 3 pi. Bu 5 pi 2 pi'nin tam misli olmadığına göre bunu 5 pi'ye yakın olan 6 pi çıxmaq pi bölü 4 də yazmaq olar. Belə də yazmaq olar. 6 pi'dən pi bölü 4 çıxanda 4'te 23 pi eləyir də. Onda deməli nə cür hərəkət eləyir bu, baxaq görək. 6 pi qədər dönəndən sonra 6 pi bucağa qədər dönə bilmir 6 pi. 6 pi'yə pi bölü 4 qədər çatmır. Yəni məsələn buna baxsın 5 pi hara düşür? 5 pi üstə gəl 4'te 3 pi hara düşür? A nöqtəsi bir dəfə tam dövr eləyir 2 pi. İkinci dəfə də 2 pi oldu 4 pi. Üçüncü dəfə gəlir düşür burada C'nin üstünə bu 5 pi budur. Sonra da 4'te 3 pi gələndə bax gəlir bu beləncə 4'te gəlir bura düşür. Pi gəlir düşür bura. Deməli 2 dəfə tam dövr eləyir, 2 dəfə tam dövr eləyir. Üçüncü dəfə tam dövr eləyə bilmir. Gəlir bura çatır. Deməli onda A o B bucağının baş kiçik qiyməti buradır. A o B bucağının kiçik qiyməti. Bu da nəyə bərabərdir? Pi bölü 4'ə bərabərdir. Dairəvi yolda A nöqtəsinə saat əqrəbin əks istiqamətində hərəkətə başlayan avtomobil 7 pi bölü 2 qədər hərəkət etdikdən sonra əvvəl 7 pi bölü 2 qədər hərəkət etdir saat əqrəbin əksinə. Müəyyən qədər fasilə verir. Qaldığı nöqtədən yenə eyni istiqamətdə 5 pi bölü 4 radianlıq bucaq qədər hərəkət edərək B nöqtəsində dayanır. AOB bucağının dərəcə ölçüsünün kiçik qiymətini tapın. Toplayaq eləyir 4, 14 pi, 5 pi, 19 pi. 19'u 4'e böləndə eləyir 4 pi, üstə gəl 4'te 3 pi. 4 pi artıq tam bucağın mislidir. Onda bu gecə düşür 4'te 3 pi üstünə. Cavab 4'te 3 pi. 4'te 3 pi də 135 dərəcə eləyir dərəcə ilə. Deməli 2 dəfə tam dövr eləyir 4 pi odur. 2 dəfə tam dövr eləyir, sonra gedir. Saat əqrəbinin bu əksinə deyirdim. Saat əqrəbinin əksinə. 4 pi sonra gəlir. İki dəfə tam fırlanır A nöqtəsi, bir dəfə, 2 dəfə, sonra da 4'te 3 pi. B nöqtəsinin vəziyyəti budur. Cavab 135 dərəcə. Nömrə 40. Düzbucaqlı 40 konqrent kvadrata bölünüb. Onda bu tamam bir tərəfi 1'dir. Bura A. Bura olsun C, bura olsun. Bura olsun C, bura olsun B. Alfa bucağı paralel köçür, bura düşür. Deməli bizə nə lazımdır? Tangens alfa. Bura kotangens beta. Tangens alfanı AC B üçbucağından tapaq. Qarşı katetin bitişik katə nisbəti. CB böl AC. Kotangens beta. Beta da paralel köçürdə yara, bura köçürdəydə beta. Paralel köçüsün ora.
Bura M, N, bu da P. M'in P üst bucağından tapaq orada. Bura 1, 1, 1, 1, 1. Burada 1, burada 1. Kotanges beta niye beraberdir? Bitişik katetin, yani M'nin diğer katete P'ne nispət. CB 7 olmalıdır. 1, 2, 3, 4, 5, 6, 7. AC ise 1, 2, 3, 4, 5'dir. M'in 2'dir. Pn de 1, 2, 3, 4, 1, 2, 3, 4, 5'dir. 5. 25'te 14. 0 tam 156. Bir. Alfa plus beta 90 olarsa A bölü B nisbətini tapın. Deməli, kosinus beta çıxmaq sinus beta, kosinus alfa üstəgəl sinus alfa bərabərdir 3'te 1. Şəkildən görünür. Kosinus beta niyə bərabərdir? Bitişik katetin hipotenusa nisbəti. Sinus beta qarşı katetin hipotenusa nisbəti. Yazaq yerinə qiyməti. A bölü C çıxmaq B bölü C. Kosinus alfa bitişik katetin hipotenusa nisbəti. Üstəgəl sinus alfa qarşı katetin hipotenusa nisbəti. Bərabərdir 3'te 1'e. Məxrəcdən qutaraq 3 vurulsun A bölü C çıx. 3 vurulsun B bölü C bərabərdir. B bölü C üstəgəl A bölü C. Eləyir 2 dənə A bölü C bərabərdir 4 dənə B bölü C'yə. Buradan alınır 2'ye bölək, hər tərəfi 2'ye bölək, C'yə bıraq. A bərabərdir 2B. A bölü B bərabər oldu 2'ye. Tangens alfa plus 30 dərəcə bərabərdir 1'e. Alfa da iti bucağıdır. Tangens 1'e bölünür ki 45 dərəcədə bərabər olur. Ona göre alfa plus 30 45'e bərabərdir. Buradan alfa oldu 15 dərəcə. Yerinə yazaq 2 sinus 75'in üstü 15 gələndə 90. 10 kosinus 75'ten 15 çıxanda 60. Sinus 90'ın qiyməti 1, kosinus 60'ın qiyməti 2'də 1. 2 plus 5 eləyir 7. 43. Tangens alfa bölü 2 bərabər 0'a. Buradan anlar ki alfa bölü 2 0'dır, alfa da 0'dır. Yazaq yerinə 9 sinus 0'ın üstə 30 gələndə 30. 60'dan 0 çıxanda 60. 9 vur 2'də 1, üstəgəl 11 vur 2'də 1. 2'də 20, o da eləyir 10. Müəyyən edin. Birinci. Sinus müsbət, kosinus mənfi. İkinci rüb. Sonra ikinci sinus müsbət, kosinus mənfi. Sonra nə düz gəlir burada? Bir elə bu da ikinci rüb. A bəndi. İkinci. Deməli, tangens mənfi, kotangens mənfi. Tangens, kotangens bunlar mənfi olurlar ikinci rübdə, bir də dördüncü rübdə.
2-də 4-də. 2 və 4. B bəndi düz gəldi. Sonra nə düz gəldi? Deməli, 2 ilə 4-də. İkinci rübdə sinus müsbət, kosinus mənfi. 4-də y düz gəlmiyor. 2-də 4-də B. Sonra keçək 3-ə. Sinus mənfi, kosinus mənfi. İkisi də mənfi. İkisi də mənfi neçənci rübdədir ki? 3-cü rübdə. 3-cü rübdə. İkisi də mənfidir. Onda buranda müsbət eləyər də. Y düz gəldi. Sonra üçüncü rüb. D də düz gəldi. Qırx beşdə uyğunluğu müəyyən edin. Birinci. Tangens müsbət, kotangens müsbət. Birinci rüb, üçüncü rüb. Alfa yalnız birinci rüb, yox. Birinci, üçüncü, Y düz. Y düz geldi. Sonra alfa dir dördüncü rübümüz ağıdır. İkisi de müsbət, yox. Yalnız birinci rübümüz ağıdır, yox. İkisi de müsbət olanda sinusdan kosinüslər olar, ikisi de müsbət olanda. Birinci rüb, yox. Üçüncü rübdə Y bəndi. Ancaq Y. Keçək ikinciyə. Sinus mənfi, kosinus müsbət. Sinus mənfi, kosinus müsbət. Bu neçənci rübdür ki? Üçüncü rüb. Üçüncü rüb. Sinus mənfi, kosinus müsbət, yox. Sinus mənfi, kosinus müsbət. Dördüncü rüb. A bəndi düz gəldi. Sonra alfa 1 veya 3'ün bucağıdır. Alfa birinci ve üçüncü rübün bucağıdır. Birinci rübdə 1 veya 3. 3 olanda sinus mənfi olur, kosinus mənfi olur. 3 düz gəlmir. 1 olanda ikisi də müsbət gəlir, bu da düz gəlmir. Sinus vur kosinus. Biri müsbət, biri mənfidirsə, buranda mənfi eləyir də, D də düz gəlir. Üçüncü. Sinus müsbət, kosinus müsbət. İkisi də müsbət. Alfa yalnız birinci rübün bucağı. İkisi də müsbət. B düz gəlir. Sinusdan müsbət, kosinusdan müsbət. Birinci rüb. Yalnız birinci rübün bucağıdır. Bəli, ikisi də müsbət. Keçdik 46'ya. Alfa 75 dərəcədir. Birinci rübdür yəni. Birinci rübdə A bəndi düz gəlir onda. İkisi də müsbətdir. Buranda müsbət eləyəcək. İkinci düz gəlmir. Üçüncü düz gəlmir. Çünki ikisi də müsbətdir. Toplayanda mənfi verməz. Tangensen kotangensi toplayanda mənfi 4. O da düz gəlmir. Y də düz gəlmir. Biri ancaq A'dır. 2. 210 dərəcə. 210 dərəcə üçüncü rübün bucağıdır. Orada sinus kosinus mənfi olur. Tangens kotangens müsbət olur. Deməli,
Kosinus alfa mənfidir, kotangens alfa müsbət, bir düz gəlmədi. Sinus alfa mənfidir, kosinus alfa mənfidir, düz gəlmədi. Sinus mənfi, kosinus mənfi, bu C düz gəldi, ikisi də mənfidir, toplamda mənfi edir. Tangens mənfi, kotangens mənfi, yox, tangens müsbət, kotangens müsbət, 3'dür də bu. D düz gəlmədi. Y-yə baxaq, sinus mənfi, tangens, sinus mənfi, tangens müsbət. Bu Y də düz gəldi. 3-cü. 316 dərəcə 4-cü rübdür. 4-cü rübdə kosinus müsbət, kotangens mənfi, bir düz gəlmədi. B bəndi, sinus mənfi, kosinus müsbət, müsbəti mənfiyə vuranda mənfi eləyir də. B düz gəldi. Sonra sinus mənfi, kosinus müsbət, bu bilmək olmaz. Düz də ola bilər, səhv də ola bilər. D bəndi. Tangens mənfi, kotangens mənfi, D də düz. İkisi də mənfi, toplamda mənfi edir. B, D.